Sabahınız xeyir olsun, hörmətli tamaşaçılar. İdman Səhər efirdədir. Bu dəfə də sizə bir-birindən rəngarəng rubrikalar, sujetlər təqdim edəcəyim. Maraqlı qonaqlarımız da olacaq. Odur ki, gözünüz bizdə olsun. Sabahınız xeyir olsun. Sabahınız xeyir əziz həmkarım. Sabahınız xeyir əziz tamaşaçılar. Biraz buludlu, biraz da dumanlı yaz səhərindən hər birinizi salamlayırıq. Amma İdman Səhər çox isti olacaq, çox maraqlı olacaq. Çünki biz 1 saat yarım bu ərzində sizin üçün maraqlı rubrikalar, əziz həmkarımın dediyi kimi çox gözəl bir veriliş hazırlamışıq. Elə isə gözünüz bizdə olsun. Başlayaq idman xəbərlərindən. İdman xəbərləri demişkən, ötən gün futbol üzrə Türkiyə Süper Liqasında 31-ci turun oyunları keçirildi. Fənərbağçanın yaxşı əlinə fürsət düşmüşdü. Qələbə qazanacağı təqdirdə Qalatasarayla, yəni birinci pillədəki mövqe ilə aradakı xal fərqin əridəcəkdi yavaş-yavaş, artıq minimuma indirəcəkdi. Ancaq bu fürsətdən yararlana bilməyib. İstanbul Sporla qarşılaşmada 3-3 hesablı bərabərlik qeydə alınıb ki, bu tur aktivinə bir xal da əlavə eləyən Fənərbağça hal-hazırda ikinci pillədə 64 xalı var. 70 xal var Qalatasarayın, 6 xal geri qalır Qalatasaraydan və bu böyük ehtimalla çətin ki, Qalatasaray həmin o 6 xallıq fərqin əriməsinə imkan verir. Üçüncü pillədə isə Beşiktaşdır ki, komandanın 62 xalı var. Bax, Beşiktaşın Fənərbağçaya yaxınlaşmağı, artıq aradakı 2 xallıq fərqin əriməyi daha inandırıcı görsənir. Nəinki Qalatasaray ilə Fənərbağçanın arasındakı xal fərqi. Doğrudur. Mən isə Orxan voleyboldan məlumat vermək istəyirdim. Bugün çox maraqlı bir kubokun təqvimi açıqlanıb. Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində bugün çox maraqlı bir voleybol yarışması baş tutacaq. Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə baş tutur bu yarışma və burada kişi və qadınlardan ibarət komandalarımız mübarizə aparacaq. Bu yarış 4 gün davam edəcək və burada qalibiyyət necə olacaq? Olimpiya sistemi ilə keçiriləcək bu qalibiyyət və sonda bu şərəfli mükafat görək kimlərə təqdim olunacaq. Mən istəyərdim komandaların adını buradan xatırladım. Qadınlardan 1-ci liqada ilk 4 pilləni tutan 3 komanda yarışacaq. Ryuga, Murov 2 və Xarı Bülbül. Kimlərdir rəqibləri əziz həmkarım? Onları çatdırım. Yüksək liqada çıxış edən Yunek, Azərreyl və Abşeron mübarizəni davam etdirəcək. Kişilərdən isə turnirdə 1-ci liqada ilk 4lükdə kimlər qərarlaşıb? Təhsil, Ekspres, Xarı Bülbül 2 və Şuşa. Həmçinin qarşılaşmada kimlər olacaq? Neftçi, Xarı Bülbül və Moik. Hər birinə uğurlar arzu edirik və 4 gün ərzində hansı yeniliklər baş verəcək? Kuboku kimlər qazanacaq? İdman Səhərdə bizdən eşidəcəksiniz. Futboldan söz düşmüşkən bir qədər əvvəl Türkiyə Süper Liqasında 31-ci turun oyunları haqqında məlumat verdim. Qeyd edeyim ki, İtaliya seriyasında da 31-ci turun bir oyunu keçirilib. Əvvəlcədən böyük maraqla gözlənilən Atalanta və Roma komandalarının qarşılaşmasında birincilər, yəni Atalanta 3-1 hesablı qələbə qazanıb. Bu nəticələrdən sonra hal-hazırda Roma 5-ci pillədə də 56 xalla, 4 xal geri qalan Atalanta isə 7-ci pillədə qərarlaşıb. Onu xatırladım ki, hal-hazırda turnir cədvəlinə Napoli başçılıq eləyir. Komandanın 78 xalı var və sonuncu turda onu da xatırladım ki, Juventusu 1-0 hesabı ilə özü səfərdə məğlub eləmişdilər. Futbol haqqında danışdın. Başqa xəbərin var sənin? Var, əlbəttə ki, bugün xəbərlərdən həmişəki kimi bolluq. Yenidən davam etmək istəyirəm. Bildiyimiz kimi, yəni 2023 bu Ulu Öndərlə bağlı il qeyd olundu və bununla bağlı həqiqətən də Orxan özün də görsən, biz hər dəfə buradan səsləndiririk. Çoxdur tədbirlərimiz və bunlardan biri də çox maraqlı bir yürüyüş keçirilibdir. Hansı ki, sağlamlığa töhfə verən bir yürüyüşlərdən biri idi. Velosiped Federasiyası bu dəfə eləyib bir yenilikdir. Burada kimlər iştirak edibdir? Vətən müharibəsinin 30 nəfərdən çox iştirakçısı Dənizkənarı Milli Parkın ərazisindən yürüyüş götürüblər və Su İdman Sarayının yaxınlığından geri dönüblər artıq və çox maraqlı bir yürüyüş olubdur və bu da o deməkdir ki, Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər bir daha və sağlam nəqliyyat vasitəsi kimi velosipedin istifadəsini stimullaşdırıblar. Mən Almaniyaya qayıtmaq istəyirəm, yenə futbolla bağlı danışmaq istəyirəm. Qeyd edeyim ki, hal-hazırda Bavariya o qədər də yaxşı günlərini yaşamır. Komanda Çempionlar Liqasında mübarizəni dayandırandan sonra Almaniya Bundesliqasında da komandanın işləri o qədər də yaxşı getmir. Bunu da əlbəttə ki, Tuchel'in əlaqələndirənlərin sayı da kifayət qədərdir. Nagelsmann gedişindən sonra
böyük əksəriyyət Tuxelin gəlişinə sevinmişdisə, Tuxel hal-hazırda həmin o komandanın daxilində bəlkə də olan problemləri həll etmək deyəsən iqtidarında deyil. Çünki sonuncu turda da məğlubiyyət və hal-hazırda Borussia Dortmund Bundesligaya liderlik eləyir. Bavariya ikinci pillədə qərarlaşıb. Qeyd edədiyim kimi Çempionlar Liqasında da komanda mübarizəni dayandırıb. Ona görə də bu gedişlə deyəsən Tuxeldə istefaya göndərəcək komanda rəhbərliyi. Bu haqda artıq mətbuatda da bir sıra xəbərlər dolaşmaqdadır. Gözləmək lazımdır. Hər halda mövsümün sonuna da elə çox vaxt qalmayıb. Gözləyək görək Tuxelli Bavariya Bundesligada ən azı bu mövsüm neçənci yeri tutur, çempion ola biləcək, bilməyəcək. Bax, bunu gözləmək üçün təbii ki, zamana ehtiyac var. Mövsümün sonunu gözləmək lazımdır. Davam edək. Xəbərlərimiz var. Yunan-Roma güləşçilərimizi izlədin, yəqin ki, sən də artıq vətənə qayıdıblar və hava limanında qarşılayıblar. Hava limanında və çox maraqlı bir açıqlamalar veribdi idmançılarımız və hər birisi çox fəxr hissi duyduqlarını, yenidən bayrağımızı yüksəltdikləri haqqında müsahibələr veriblər. Kimlərdir? Bir adlarını buradan çəkək, tamaşaçılarımız da eşitsin. Həsrət Cəfərov, Ülvi Qənizadə Avropa çempionatı qalibi olublar. Daha sonra Dəniz Əzizli, Talih Məmmədov, Sabah Şəriəti gümüş medal qazanıb vətənimizə və Nihat Məmmədli isə bürünc medalla dönüb və hər birinin də çox maraqlı açıqlamaları var idi. Hər biri dedi ki, bunu bəziləri dedi qazilərimizə həsr etdik bu qələbəni, bəziləri dedi şəhidlərimizin ruhuna həsr elədik. Nə yaxşı, Orxan, nə yaxşı ki, qələbə qazanmışıq və medallarımızın sayı günü-gündən çoxdur. Biz də bunu studiyamızdan fəxr hissi ilə çatdırırıq. Əlavə üçün onu deyim ki, sərbəst güləşçilərimiz ümumkomanda hesabında 2 qızıl, 2 gümüş, 2 bürünc medal sayəsində ümumkomanda hesabında birinci yeri tutdular. Yunan-Roma üsulu ilə güləşənlər isə ümumkomanda hesabında ikinci oldular. Mən orada bir qədər əvvəl sən ki, mükafatçıların adlarını açıqladın. Açığı Eldəniz Əzizlinin, eyni zamanda Talih Məmmədovun finalda uduzması bir qədər bəlkə də gözlənilməz oldu. Hər birimiz onlardan qızıl gözləyirdik. Sabah Şəriətinin də finalda məğlub olması, bunu hardasa əvvəlcədən proqnozlaşdırmaq olardı. Çünki Rıza Kaya Alp həqiqətən bugün 130 kiloqramda liderdir demək olar dünya güləşində. Ona görə də Rıza Kaya Alpa uduzmaq, məğlub olmaq o qədər də yəni gözlənilməz olmadı. Nəysə ki, mən Nihat Məmmədlinin uğurun, yəni qazandığı bürünc medalı xüsusilə qeyd eləmək istəyirəm. Nihatın 3-cü yer uğrunda görüşdə Ermənistanlı Qaribyanı məğlub eləməyi həqiqətən üzümüzü güldürdü. Bax, belə qarşıdakı yarışlarda güləşçilərimizə uğurlar arzulayırıq. İnanırıq ki, növbəti yarışlarda da üzümüzü güldürəcəklər hər biri. Bəli, bugün ad günlərdən boluq, şad günlərdən boluq. Kimdir bugün anadan olan idmançılarımız? Biz onlarda haqqında bəlkə danışaq biraz. Bugün Vladislav Tretyakın 71 yaşı tamam olur və bu çox... Kim Tretyak? Bəli, kimdir? Sovet xokkeyçisi, həm qapıcı və məşqçidir və 2002-ci ildən SSR-nin əməkdar idman ustası kimi həm fəaliyyət göstərir və həm də ki, SSR çempionatında 482 oyunda iştirak edibdir və Dünya çempionatı və olimpiya oyunlarında da 117 oyun keçirib. Çox əfsanəvi bir idmançıdır. Eyni zamanda uğurlarına gələndə onu da qeyd edelim ki, 3 qat olimpiya çempiyonudur. 10 dəfə dünya, 9 dəfə də Avropa çempiyonu adını qazanıb Tretyak. Maraqlıdır, Tretyaka həsr olunan video çarxı izləmək üçün mənə elə gəlir ki, video çarxımız var. Həmin o video çarxa baxandan sonra daha ətraflı onun haqqında məlumatınız olacaq. Buyurun, izləyin. Bəli, Vladislav Tretyak haqqında çox maraqlı bir sujet izlədik. Mahnı da çox maraqlı idi. Onu da qeyd edeyim ki, Orxan, Vladislav Tretyak əslində 11 yaşından xokkey ilə məşğul olmuşdu və atası onun bu seçdiyi idman sayəsini bəyənmirdi. Deyirdi ki, sənin bu çubuqlu xokkey ilə məşğul olmağın sanki süpürgə ilə məşğul olan bir təmizlik işçisisən. Amma vaxt gəldi ki, artıq 15 yaşında Tretyak qələbələr qazandı və bu oyunlardan qazandığı pulu evə apardı və həmçinin onu bildirmişdi ki, mən fəxr edirəm ki, əfsanəvi xokkeyçilərlə eyni paltar dəyişmə yerində geyimimi dəyişirəm və gördüyümüz kimi çox uğurlu bir idmançı oldu. Bax, indi o qazandığı pullardan danışırsan, atası 100% ona görə narahat olub ki, ümumiyyətlə idmançıların, böyük idmançıların əksəriyyəti kasıb ailələrdən çıxırlar. Mən elə bax, bununla bağlı bir xəbər diqqətə çatdırmaq istəyirəm. Osimhen hal-hazırda Napolinin liderlərindən biridir. Vaxtilə Almaniyada Wolfsburgla müqavilə imzalayanda, deməli, bunun qardaşı, bacısı, bir də atası hamısı Afrikada yaşayırlar. Deyir ki, atam ilk dəfə, yəni illər ərzində onların evləri olmayıb. Deyir, ilk dəfə
evi almaq üçün atama mən kömək eləmişəm. O da Wolfsburgla müqavilə bağlayandan sonra, illər sonra onun arzusunu gerçəkləşdirmişəm. İndinin özündə də qazandığı pulların qəpiyinə qədər hamısını Afrikaya, ölkəsinə göndərir. Əhsən. Ki, deyir, vaxt var idi, qardaşım, bacım, atam deyir, onlar mənə dəstək olurdular. İndi mən onlara dəstək. Futbolçular kimi gündə bir bahalı maşın və yaxud da pal-paltara pul xərcləmir. Öz əyləncələrin arxasınca qaçmır. Əlbəttə, özünə pul xərcləmir və qazandıqlarını qəpiyinə qədər ailəsinə göndərir. Əhsən. Xəbərdən söz düşmüşkən, xəbərin varsa sənin bir xəbər də... Bəlkə növbəti təqvimi də səsləndirək. Bugün Johan Cruyff'un da doğum günüdür. Daha doğrusu 25 apreldə anadan olub Niderlandlı hücumçu, hücuma meyilli yarım müdafiəçidir, belə deyək. Və 3 dəfə Qızıl Top mükafatının qalibi olubdur bu idmançımız. Və 1974-cü ildə dünya çempionatında çox maraqlı bir fint edib ki, ondan sonra bu fintin adı nə adlanılıb? Cruyff'un növbəsi belə adlanıbdır. Mən təklif edərdim ki, izləyək təqvim rubrikasını. Baxaq. Bəli, izlədik Cruyff'u əsasən Barcelonadakı həm futbolçu kimi, həm də məşqçi kimi çalışması daha çox, necə deyək, yəni Cruyff'dan söhbət düşəndə yada düşən Barcelonada təbii ki. Bax, beləsinə Cruyff haqqında da video çarxı izlədik, yenidən qayıtdıq. Xəbərlərimiz var bir neçə dənə. Xəbərlərdən sonra bizim artıq elə bir mərhələyə qədəm qoyacağıq ki, qonaqlarımızı studiyaya dəvət edəcəyik. Elə vaxt itirmədən xəbərlərlə davam edək. Davam edək, bəli. Mən Kadi haqqında danışmaq istəyirəm. Əslində, bugün həm Qarabağ azarkeşləri, həm də eyni zamanda Azərbaycanda futbolla maraqlanan hər kəsin maraqlandığı bir futbolçu var. Yəni, Azərbaycandan kənarda. O da təbii ki, Kadi ilə bağlıdır. Kadi hal-hazırda Rusiyada Krasnodar klubunda forma geyinir. Yaxşı qiymətə Qarabağdan transfer elədilər Kadini. Ancaq onu da xatırlatmaq lazımdır ki, indi bu günləri futbol azarkeşlərinin əksəriyyəti təəssüflənirlər Kadinin Qarabağdan getməyinə. Mən də əslində təəssüflənirəm ki, istəməzdim Qarabağdan getsin. Ancaq bir şey də fikirlə vurğulamaq lazımdır ki, misal üçün Kadi Azərbaycan çempionatına Qarabağa gələnə kimi heç harda demək olar ki, onu tanımırdılar. Nə olsun ki, Braziliyalı idi. Ancaq gəldi, özünü təsdiqlədi, sübut elədi oyunuyla, vurduğu qollarla, Qarabağa verdiyi xeyirlə və Azərbaycan çempionatından birbaşa Rusiya çempionatına getdi ki, bugün Krasnodarda da olduqca yaxşı bir qrafik cızır. Meydana çıxdığı oyunlar, qaplara vurduğu qollar, bax bunu deməyə əsas verir. Deməli, Kadi ilə bağlı onu demək istəyirəm ki, Kadi ötən gün Rusiya Premyer Liqasının növbəti turunda Spartakla oyunda zədələnib və birbaşa xəstəxanaya yerləşdirib. Oyundan sonra hər kəs onunla maraqlanırdı ki, görəsən Kadiyə nə oldu, indi hal-hazırda vəziyyət necədir? Komandanın baş məşqçisi dedi ki, üz nahiyəsindən deyəsən zədələnib və hal-hazırda xəstəxanadadır, müalicəsi davam edir. Yəqin ki, yaxın günlərdə xəstəxanadan evə buraxılar. Biz də Kadiyə sağlamlıq arzulayırıq və karyerasında uğurlar təbii ki. Çünki karyerasına nəzər salanda orada Qarabağ adına bir komandanı da görmək əlbəttə ki, qürur vericidir. Bəli. İndi İdman Səhərinin özünün dəsti xətti var, rəngarəng olması üçün biz hər gün, hər dəfə fərqli idman sahəsi ilə məşğul dəvət edirik. Bəlkə izləyək o video roliki, görək qonaqlarımız kim olacaq, bizdən eşitməsinlər tamaşaçılarımız. Video çarxı izləyək, studiyamıza qayıdacağıq. Baxaq. Biz Ulu Öndərin xatirəsinə həsr olunmuş bodybuilding və fitness üzrə Azərbaycan çempionatından kadrları izlədik. Həmin o yarışın iştirakçısı bugün studiyamızdadır. Vaxt itirmədən xəyli çağıracaq qonaqlarımızı. Ellada Bağırova fitness üzrə məşqçi, Sahib Bağırov fitness üzrə məşqçi. Sabahınız xeyir, xoş gəlmişsiniz. Sabahınız xeyir. Bağırovlar ailəsi desək daha düzgün olar. Dəvətiniz üçün çox sağ olun. Video çarxı hazırlayan da halal olsun, həqiqətən də çox gözəl təqdim elədi. Təşəkkür edirəm. Qeyd edim ki, Sahib müəllim həmin o yarışda iştirak edib, bir qədər əvvəl anonsunu verdim. Fitnesslə bağlı danışaq, Sahib müəllim, səhər tezdən biləm yuxudan durmaq çətindir, ancaq fitnessin səhər tezdən əzəlilərə bir ziyanı yoxdur ki? Fitneslə məşğul olmağı deyirsiniz. Uzun illərdir də, yəni belə deyək, ən çoxu pandemiya dönəmindən başladı bunlar hamısı. Yəni fitnessə ən böyük olan maraq pandemiya dönəmindən sonra başladı. Pandemiya dönəmindən sonra fitnessə səhər saatlarına insanların salmağı, fitnessdən səhər saatında insanın məşğul olmağı daha sağlamlıq üçün xeyirdir, nəinki ziyan. Bəli. Bəs pandemiya dönəmində necə məşğul olurdunuz? Açıq havada yəqin ki, məşğul olurdunuz da? Bəli, açıq havalarda, parklarda, dəniz kənarı, bulvarda. Gözəl bulvarda, bəli, bulvarda, dəniz kənarında
fitnesslə məşğul olurduq, təbliğatını aparırdıq, ancaq sağlam həyat, ancaq gənclərimizə düzgün örnək olmağa çalışırdıq və yaxşı da, şükür Allaha, hal-hazırda yaxşı günlərdəyik. Fitness davam edir həyatımızda. Elada xanımdan davam edir. Elada xanım, buyurun. Necədir fitness məşqçi kimi fəaliyyət göstərmək? Bu məşqi sevmək lazımdır. Yəni bu sənin içindən gələn bir şeydir. Yəni o elə bir şeydir ki, sən ona sevə-sevə işləməlisən də. Yəni mənim üçün çox yaxşıdır. Çox sevirəm, öz işimi də sevirəm, məşqimi də sevirəm. Yəni mənim içimdən gəldiyi üçün, yəni bu sevə-sevə bu işi görürəm və keçirəm. Bəs bax, bir yerdə məşğul olmaq, ümumiyyətlə ailəyə hər hansı bir fəsad törətmir ki, yəni heç bir problem yaratmır? Çox yaxşıdır. Hər iki nəfər bir-birini çox yaxşı başa düşür. Yaxşı təlimçilər üçün, yəni başa düşən təlimçilər üçün. Məncə çox gözəl bir işdir bu. Yəni ailə üçün də, para üçün də çox gözəl. Əslində bizim ilk tanışdığımız da fitness və sağlam mərkəzində başlayıb. Elada xanım orada fitness təlimçi çalışırdı. Mən də ora idmana gedirdim də fitnessə. Daha sonra Elada xanımı tanıyandan sonra fitness mənim həyatıma bir peşə kimi, bir sənət kimi artıq daxil olmağa başladı. Və belə deyim də, hər kəsin bir ilham pərisi olduğu kimi Elada xanım da mənim bir ilham pərimdir fitness sahəsi üzrə. Səhər-səhər maraqlı açıqlamalar gəlir. Bəli. Ekskluziv açıqlamalar. Sahib müəllim, danışaq bir qədər əvvəl kadrların izlədiyi Azərbaycan çempionatından. Ümumiyyətlə, yarış necə keçdi sizin için? Yarış çox maraqlı keçdi. Mən özüm bu yarışa qədər güc idman növü, Azərbaycan Respublikasının Strongman Federasiyasında güc idman növü yarışlarına qatılmışam və dəfələrlə Azərbaycan çempionu ağırlıq qaldırmaq üzrə olmuşam. Bodybuilding mənim üçün bir ilk idi və bodybuildingə mənim üçün marağı. Buradan Nəriman adında bir dostum var, ona çox sağ ol deyirəm və salam demək istəyərdim. Yəni, mənə marağı oyadı. Hər kəsin bir həyatda kumiri olduğu kimi mənim kumirim olmayıb bodybuilding üzrə. Mən çalışmışam ki, olmayıb, xeyr. Mən çalışmışam ki, özüm kumir olum bəziləri üçün. Və bu bir başlanğıc idi. Düzdür, 4-cü yerə layiq görüldüm. Ancaq İlk dəfə üçün mənə gəlir ki, qənaət bəxşdir. İlk dəfə üçün, bəli, pis deyildi, formamdan da narazı deyiləm. Düzdür, müsiflər heyəti belə bir qərar verdilər. Narazıçılıq falan yoxdur ki, yəni? Narazıçılıq... Yəni, daha yaxşı ola bilərdi, olmadı. Belə deyim sizə, adətən deyirlər ki, o xalqın elin gözü tərəzidir deyilən bir söz var. Mənə bugünkü günə qədər ən çox deyilən söz odur ki, sən daha yüksək zirvəyə layiq idin və daha yüksək nəticə idi sənin nəticən ilk dəfə üçün. Sadəcə olaraq mən bu yarışda bir qonaq idim. Yəni, mənim yarışa qatıldığım idmançılar o federasiyada daima iştirak edən idmançılar olduğuna görə, yəni mən orada qonaq olduğuma görə qonağa 4-cü yer layiq görüldü. Təşəkkür. İnşallah ki, noyabr ayında olacaq bir yarışda iştirak eləməyi planlaşdırmışam. Elada xanım əgərimə bir etiraz bildirməsə, belə deyək. Çünki ən çox yük onun üzərinə düşür. İndidən uğurlar. Mənim hazırlığımın, üzr istəyirəm, mənim hazırlığımın 80%-i Elada xanımın üzərinə düşür, yəni yük olaraq. Çünki psixoloji tərəfi var, hazırlamaqlar var. Görünməyən tərəfləri. Bəli. Hər şey, yəni o səhnə arxasında, səhnədə gördüyümüz o çıxışlar falan, onlar hamısı gözəldir. Yəni insanlar baxırlar, o boyda auditoriyanın qarşısına çıxırsan, amma onu əks tərəfində əziyyətlər var. 50 gün ərzində 19 kilo çəki salmışam mən. Yəni kifayət qədər böyük. İnsanlar var ki, 1 il ərzində 20 kilo çəki salırlar. Mən 50 gün 19 kilo çəki salmışam ki, mənim boyuma görə, çəkimə görə o kateqoriya deyilən bir şey var, o kateqoriyaya uyğun olmalıydım. Və 19 kilo zarafat bir rəqəm deyildi, özünüz yəqin ki, bilirsiniz. İnsan var 3 kilo sala bilmir 3 aya. 1 kilo hətta salmaq çox çətindir. İnsan, bəli. İndi Sahib müəllim, belə danışaq. Dediniz, noyabrda növbəti yarış. Bəli, inşallah. Noyabrdadır. İndi noyabrda qatılacağınız, yəqin ki, qatılacaqsınız. Artıq hədəf nədən ibarət olacaq? Bax, birinci dəfə çıxış elədiniz, artıq rəqibləri tanıyırsınız. Noyabrda çıxış eləyəndə artıq hədəf nədən ibarətdir? Neçənci yerindən deyə bilərsiniz ki, mən orada tuta bilərəm? Daha yüksək performans əlbəttə ki və rəqiblər bir qırağa hakimləri daha dərindən tanımaq məqsədi. Yəni, orada belə bir məsələ var ki, sən artıq iştirak edirsənsə, sən hər kəsi tanımalısan və özünü tanıtmalısan. İlk olaraq bir tanıtım bir mərasimi idi. Sadəcə insan özünü çıxıb, göstərir, sınıyır. Yenə deyirəm, bu güc idman növü fərqli, bodybuilding fərqli. İnsan gələk qarşısına məqsəd qoydusa, o məqsəd ağlından hər hansısa bir fikir keçirsə sənin idmanla bağlı, gələk sən o fikirdən yapışasan və irəli gedəsən. Çünki insanı bizim səhər tezdən artıq yuxudan oyanmağımız belə bir qalibiyyətdir. Yəni, buna lazımdır. Hər hansı bir fikir keçirsən ağlına, gələk sən o fikirlə irəli gedəsən, məqsədivə çatasan və həyatın içini bilmək olmaz. Sabah başqa bir idman növü olar, o idman növü ilə məşğul olarıq.
və yaxud da başqa bir sahələrə keçid eləyərək o sahələrlə məşğul olaq. Amma hal-hazırda məqsəd, yəni bodybuildingdadır. Allah izin versə yaxşı olacaq. Yaxşı olar. Elada xanım, belə bir qədər əvvəl Sahib müəllim də qeyd elədi, o hazırlıq ki, yarış qabağı hazırlıq var idi, orada sizin də üzərinizə yük düşürdü. Mən istəyərdim ki, bunlardan danışasınız. Hazırlıq necə gedirdi, nə problemlər var idi, mən onu bir yük kimi qəbul eləmirəm. Professional bir təlimçi üçün mənim üçün bir adi bir şey oldu. Yəni orada xarakter dəyişmir, sadəcə biraz yəni fərq eləyir. Qidalar da demək olar ki, eyni qidalardır, yəni gündəlik istifadə elədiyimiz qidalardır. Yəni onu hazırlamaq da o mənim üçün çətin bir şey deyil. Yəni onu özüm də yeyirəm, ona görə daha sevə-sevə eləyirəm. Onda daha yaxşı alınır. Yəni bir çətin bir şey görmədim mən orada. Yəni mənim üçün çətin deyildi. O mənim işim olduğu üçün mənə çətin gəlmədi. Elə fikirləşdim. Elada xanım, bəs siz ancaq Sahib bəylə məşğul olub idmana, yarışlara hazırlaşdırırsınız, yoxsa başqa tələbələriniz də var, başqa idmançılarla da məşğul olursunuz? Yox, mən hal-hazırda, yəni 16 il stajdır məndə, müxtəlif yerlərdə çalışmışam. Hal-hazırda özüm Limak Fitness zalda işləyirdim. Prosta o insan bir işdən bezəndə özünə istirahət təyin eləyir. Özümə istirahət təyin eləmişəm və özüm üçün... Fasilə götürmüşsünüz. Bəli. Özüm üçün məşğul oluram. Yəni, bəzi şeylər insanı çox bezdirir. Özüm üçün istirahət təyin eləmişəm, ancaq özüm üçün məşq edirəm. Amma xoşuma gələn, sevdiyim, mənə xoş gələn tələbələr hal-hazırda yanımda var. Özü isə Elada xanımın 100-dən artıq qadın tələbəsi var. Onu soruşuruq. Bəli, qadın tələbəsi var. 100-dən artıq qadın tələbəsi var. Onlar yarışlara hazırlaşırlar, yoxsa sırf onlar yarışlara hazırlaşmırdılar. Ancaq yarışlardan gördüm ki, yəni hardasa bir 30% yarışa çıxa bilər. Yəni o dərəcədə formaları çox qəşəngdir. Əsas qidalanmaqdır. İnsan gəlir qidalanmağına fikir verməlidir. Yuxu rejiminə fikir verməlisən, qidalanmağa fikir verməlisən. Ancaq o halda sən istədiyin bədən formasına nail ola bilərsən. Bəs Sahib müəllim bilirsən, bəs sizdə necədir vəziyyət? Elada xanım dedi ki, 100, baxın, siz özünüz də qeyd elədiniz ki, 100 nəfər məşq eləyir onun rəhbərliyi altında və 30 nəfər yarışa çıxa bilər. Sizdə nə qədər tələbə var hal-hazırda? Özünüz məşğul olursunuz yəqin yoxsa? Mən hal-hazırda Astoria Fitness Bar mərkəzində çalışıram. Fitness təlimçiyəm. Buradan da Azər müəllimə öz dərin təşəkkürümü bildirirəm. Biri var ki, yarışa çıxanda insana maddi tərəfdən dəstək olsun. Biri də var, həm maddi, həm psixoloji, həm mənəvi dəstək olsun. Bu idmançı üçün çox böyük bir faktordur, çox böyük bir göstəricidir. Bizim əslində çox güclü idmançılarımız var. Buradan mən adını çəkəcəm, siz özünüz tanıyırsınız. Quluzadə Fuaddır, Azərbaycanı dəfələrlə beynəlxalq turnirlərdə təmsil edib. Kamran Lazımovdur. Bunlar hamısı tanınmış bir idmançılardır. Sadəcə olaraq ola bilər ki, yetərincə... Sahib Mehdilin də... Bəli, Sahib Mehdili. Eyni zamanda bizdə həmkarımız hal-hazırda pult arxasında oturan rejissor Səbuhi Manafovdur. Bildiyim qədər sizin yanınıza gəlir. Səbuhi Manafov mənim hal-hazırda tələbəmdir və çox güman ki, özü də öz formasından narazıdır. Ya siz də Səbuhi Manafovu görürsünüz, forması çox gözəl dəyişib. Çox dəyişib, yəni. Bəli, qısa müddət. Artıq yay mövsümündə hazırlıqlara başlamışıq, keçid eləmişik. Belə. Mən belə görəm, Orxan, biz də yazılacağıq Bağırovlar Belə ailəsindən. Bizi həvəsləndirirsiniz. Məncə lazımdır. Hər kəsə lazımdır fitnesslə məşğul olmaq. Söhbətimizi davam eləyəcəyik biz. Ancaq hal-hazırda bizim bir yaxşı bir klipimiz var. Baxaq, qaydacıyıq. Maraqlı kadrlar idi həqiqətən izlədik. Yenidən studiyadayıq və qonaqlarımızla söhbətimizi davam elətdiririk. Sahib müəllim, əslində federasiya nümayəndələri bura gələndə şəxsən mən özümü soruşacağam ki, Sahib Bağırov niyə 4-cü yeri tutdu? Bilirəm ki, siz özünüz də məyus olmuşsunuz. Yəni, düzdür, birinci dəfə idi, ancaq hər halda məyusluq hiss olunur, özünüz dilə gəlib deməsəz də. İstəyərdim dilinizdən eşidək. Nə məyus elədi sizi? Niyə yəni bu qədər məyusluq var? Yox, əslində sözün açığı məyus deyiləm olmağına, ya tam olaraq hardasa bir 10% ola bilər, daxili olaraq nəsə bir hiss var. İnsan əziyyət çəkib bəhrəsini görməyəndə istər-istəməz təsir edir. Mən əziyyətimin bəhrəsini görürəm. Əziyyətimin bəhrəsi tanınmaqdır. Əziyyətimin bəhrəsi insanların mənə qarşı olan simpatiyası. Həm də yarışlarda yer tutmaq. Bəli, əlbəttə ki, insanların mənə qarşı olan münasibətidir, sevgisidir, hörmətidir, çəkdiyim əziyyətin qarşılığı mən belə görürəm. Və bəyət vurğuladım, Strongman Federasiyasının rəhbəri Bəxtiyar müəllimin sağ olsun bu cürünə gözəl bir yarışlar keçirilir. Mən o yarışlarda dəfələrlə Azərbaycan mükafatçısıyam, çempionuyam, belə deyək. Çox istəyərəm ki, Bodybuilding Federasiyasında da
Yəni mən yüksək nailiyyətlər əldə edeyim. Yəni fərqli bir sahələrdə, amma idmandır. Azərbaycanda olan. Özünüzə güvən var ən azından. Bəli, əlbəttə ki, hər bir insanda olmalıdır o güvən. Hər bir insan başladığı bir işi bitirməlidir. Yəni mən strongmanə başlayanda artıq çempion olmuşam birinci yarışdan. Bodybuildingdən 4-cü yerə çıxmışam. Artıq mənim bodybuilding yarışlarında birincilik uğrunda mübarizə aparmaq üçün bir stimulum var. Yəni 4-cülük mənə əslində məyus eləməyib. 4 nəfərin içində 4-cü daha yaxşıdır, nəinki 4 nəfərin içində 3-cü məsəl üçün. Yəni mənə görə 4-cü olmaq daha böyük perspektiv yaradıb mən, çünki mən birinciliyi əldə eləməliyəm. Yəni məqsəd hal-hazırda budur. Yəni Elada xanım dəstəyi olsa, köməyi olsa, danışacağıq onun dəstəyi haqqında da. Gözəl. Aha. Elada xanım, yeri gəlmişkən elə bax istəyərdim, indi hal-hazırda qeyd elədiniz ki, klipdən qabaq ki, hal-hazırda fasilə götürmüsünüz. Fasilədən sonraki dönəmdən danışmaq istəyirəm sizdən. Daha doğrusu siz bu haqda məlumat verin ki, hədəf nədən ibarətdir, daha nələrlə məşğul olacaqsınız, nəyi necə eləyəcəksiniz ki, bir qədər əvvəl qeyd elədiniz ki, 30 nəfərin misal üçün yarışa qatılmaq perspektivi var. 30%. Yəni bilirsiniz, həqiqətən də, yəni xanımlar çıxdı bəylərdən qabaq. Formalara baxdım. Məsələn, şəxsən orada bir xanım var idi, Kamilla xanım. Çox xoşuma gəldi bədən forması. Əzələləri çox gözəl görsənirdi. Amma 3-cüyə layiq oldu. Yəni 3-cü yerə çıxdı və birinci, ikinci yerə çıxan xanımlar baxdım ki, yəni onların formasına baxdım. Gördüm, mənim tələbələrimin 30%-i, yəni həqiqətən də çıxsalar, yəqin ki, onlar birinciliyi, ikinciliyi yer tuta bilərlər. Fasilədən sonra fikirləşirəm, yəni onu hər an fikirləşirəm ki, mən nə eləyəcəm bu istirahət dönəmindən sonra. Çünki məndə elə bir xarakter var ki, anında qərar verirəm. Hal-hazırda yəni yorğunçuluq var məndə, o anında. İndi onun anında məşqdən sonra biraz özüm gəzmək lazımdır, istirahət lazımdır. Heç söhbət eləmişsinizmi hansısa, həm bu yarışdan sonra hansısa idmançınızla söhbət eləmişsinizmi? Bu haqda ki, misal üçün gələcəkdə yarışa çıxsan, gedib orada yer tuta bilərsən. Bəli, xanımla, o 3-cü yerə çıxan xanımla qarşılaşdım idman zalında. Dedim, və sən birinciliyə layiq idin. O da dedi, çox sağ ol, yəni mənə motivasiya verdin. Yəqin ki, gələcək yarışlarda məncə birinciliyə layiq görünər. Yəni, o xanımın bədən forması həqiqətən də çox yaxşı. Əslində, Eladan işdə ayrılan səbəblərindən biri mənim yarışa hazırlıq dönəmimdir. Artıq başqa idmançıya vaxt qalmır. Bəli. Elada sırf olaraq fokuslanmaq məsələsi var. Biri var, sən işə gedirsən, gəlirsən, mənə vaxt ayırsan. Biri də var ki, sırf sən ancaq mənim üzərimdə çalışırsan, mənim qidalanmağım uğrunda, mənim digər proseslər var, hansılar ki, daha çox vacib olan proseslərdə, onlar uğrunda əlləşirsən, ona görə əslində Elada işdən ayrıldı və hal-hazırda... Mən işimi çox sevirəm. İşdə olanda ancaq işi fikirləşirsən, evdə də gələndə işi fikirləşirsən, yəni işimə çox bağlı bir insanam. Ona görə mənə fikirləşdim ki, yəni mən evdə olsam daha çox vaxt ayıraram. Həm qidalara, həm mənəvi cəhətdən, psixoloji cəhətdən daha yaxın olaram, yəni həyat yoldaşıma. O da alındı. Yəni mənim üçün sahib birincidir. Orada da mən sahib səhnəyə çıxanda video çəkilişlər eləyirdim. 4-cü yer verəndə nə pis oldum, nə həyəcanlandım. Mənim üçün adi oldu. Yəni ki, mənim üçün birinci idi. Bir fitness, professional fitness təlimçi kimi baxdım. Həqiqətən də o bədən forması bodybuilding 87 kiloqramda layiq idi. Bir, olmasa da 2. Aydındır. Elada xanım, ola bilər ki, anında qərar verdiniz. Noyabr ayında biz sizi də gördük bu yarışlarda. Belə bir fikriniz yoxdur? Bilirsiniz, mən həyat yoldaşımı tanımamışdan da qabaq təlimçi işləyirdim. Yəni, bu idman, ora çıxmaq, özümü nümayiş elətdirmək, yəni mənim xarakterimdə olmayıb. Yəni, fikirləşməmişəm. Yəni ki, mən ora çıxaram, birinciliyi əldə eləyərəm. Lazımı qədər mən tanınıram. Lazımı qədər mənim tələbələrim var idi, indi də var. Hələ planda yoxdur. Mənə elə gəlir ki, fikirləşmirəm. Məndən asılı olan planlardır. Bunu gözləyirdik. Bu cümləni gözləyirdik. Asılı olsa da, sahib müəllimdən asılı olsa da gərək insanın içində olsun ki, sən ona addım atasan. O mənim içimdə yoxdur elə bir. Elada xanımı mən Strongman Federasiyasında yarışlarda görmək istəyirəm əslində. Elada xanım fiziki olaraq çox güclü bir qadındır. Hətta deyə bilərəm ki, mənim hətta tələbələrimdən bəzilərinə fiziki olaraq çox güclüdür.
squat hərəkəti deyirlər. Yəni çiyinin üzərində ştanga ilə əyləşib qalxmağa aid olan bir hərəkətdir. Elad xanım 110-120 kilo çəkini 15 say olaraq yəni yerinə yetirən bir insandır. Halbuki özünün heç 50 kilo çəkisi yoxdur. Yəni bunun özünüz düşünün, görün nə deməkdir fiziki olaraq. Çox sağ ol, təşəkkür ederim. Sait bəy, dediniz ki, bax, çox güclü xanımdır və evdə mübarizə düşəndə bir söz-söhbət olur, hə? Bilirsiniz, qadın qadındır, kişi kişidir. Yəni orada kişi hökmranlığı həmişə əvəz edilməzdir, yəni mənim üçün. Eşitdik cavabımızı. Hal-hazırda bizim bir klipimiz var. İzləyək, qaydacıyıq. İdman Səhərin idman sevər tamaşaçıları, sabahınız bir daha xeyirli olsun. Studiyadayıq, qonaqlarımız fitness üzrə məşqçilərdir. Elada xanım, istəyirəm sizlə davam eləyək. İdmanda, fitnessdə, mətbəxdə hər qramın öz hökmü var. Bax, o qramları necə təyin edirsiniz? Bu olar, bu olmaz. Biraz qida haqqında danışa bilərik. Əslində mən, yəni hər bir insan, məşq eləyən insan, eləməyən insan öz bədənini tanımalıdır. Yəni insan özünün həkimi olmalıdır, belə deyək. Fərqli bir qidalar, yəni bişirmirəm. Demək olar ki, eyni qidalardır. Sadəcə düzgün yağları seçirəm. Düzgün yağları. Yağ da lazımdır insan bədəninə, su da lazımdır insan bədəninə. Düzgün qida, yəni diyeta deyilən bir şey heç vaxt qəbul eləməmişəm. Yəni prosta düzgün qida var. Gündəlik insanların yediyi qidalar, sadəcə düzgün hazırlanması qaydası var. Qaydasını bilirsiniz. Bəli. Sadəcə qızardılmış qidaları çıxardıram menyudan. Ən dadlılar da olardı. Yəni Sahib müəllim. Əslində bilirsiniz, burada Azərbaycanda qızardılmış çıxardılır. Ümumiyyətlə bəzi ölkələr var ki, 15 dəqiqə ərzində təmiz zeytun yağında qidanı qızartmaq olar. Çünki 15 dəqiqədən sonra onlar zərərli maddələrə çevrilir yağlar. Mən ümumiyyətlə yeməklərim çox dadlı olur. Çünki yenə də deyirəm, eyni qaydada bişirirəm. Hər adamın əlinin duzu olmur, ha, yəni o da var. Bir də bu qidaları qaynadılmış, ancaq qaynadılmış, buxarda. Mən şəxsən özüm qaynadılmış qidalar yemirəm. Adamı vurar da, nə qədər yemək olar. Bəli, elə qidalar seçilməlidir ki, bezdirici olmasın, o səni bezdirməsin. Yormasın. Bəli, yenə də deyirəm, eyni qaydada bişirilir, sadəcə lazımsız yağları çıxardıram, lazımlı yağlardan istifadə edirəm. Yəni, yağlar da lazımdır, metabolizmanı sürətləndirir, bəli, yağ mütləq lazımdır. Üzr istəyirəm, hazırlıq dönəmdə mənə ən çox verilən tövsiyələr və məsləhətlər buydu ki... Bir də ən çox yediyiniz yemək. Ən çox verilən məsləhət, ən çox göstərilən tövsiyələr o idi ki, yağı təmiz rasiondan uzaqlaşdırırsan, ancaq yeyirsən qaynadılmış toyuğun sinəsini və qaynadılmış yağsız, duzsuz düyünü. Yəni, uzun müddət, bir müddətdən sonra artıq düyünü də çıxardırsan, ancaq toyuğun sinəsini yeyirsən. Artıq mən özüm fitness təlimçi ola, həm də nutrisioloji barədə məlumatım olduğuna görə bilirəm ki, toyuğun sinəsində olan vitaminlərdir, zülallardır, minerallardır, bunlar normal həyatı yaşamaq üçün bir insana kifayət deyil, yəni. Yəni, bununla belə insan bitki də yeməlidir, insan yağ da yeməlidir, insan karbohidrat da yeməlidir, düyüdür, qreçkadır, bulğurdur, bundan istifadə eləməli. Sadəcə olaraq, məsələ sənin özünü dediyi kimi, özünü tanımağı məsələsidir. Bir də məqsədindən asılı olaraq dəyişir. Amma hamısından, mən toyuğun sinəsini, məsəl üçün, qaynadılmış yox, buxarda pişmiş halını, txovkada pişmiş halını, yağsız tavada qızardılmış halını, yəni insanlar istifadə edib yeyə bilərlər, eyni təsiri də ala bilərlər. Yağ olaraq semiçka yağını əvəzləyib zeytun yağı ilə və yaxud avokado yağı ilə və yaxud yer fıstığı yağı ilə əvəzləyib istifadə edə bilərlər və sağlam, gözəl görünüşə malik ola bilərlər. Ehtiyac deyil ki, sən hər şeyi özünə qadağa eləyəsən, hər şey həyatından çıxardasan və gördüyün işə nifrətlə yanaşasan. Əslində, insan gördüyü işə sevgi ilə yanaşanda onda gözəl bir mənzərə əmələ gəlir. İnsan gördüyü hər nə iş olursa olsun, istər sizin işiniz, istər bizim işimiz, insan görə o işi sevə-sevə görsün ki, artıq sonuc olaraq gözəl bir nəticə əldə olunsun. Elə istəyədim, Sahib müəllim, bir sualıma da cavab verin. Sonra qidalama ilə bağlı söhbətinizi davam etdirəcəyik. Heç olubmu ki, misal üçün, evdə Elada xanım bişirib, artıq yorulmuşsunuz onu yeməkdən? Yəni, yarış qabağı özündə. Hər gün eyni şey, biraz yorucu gəlib. Bayra çıxandan sonra onsuz da xəbəri yoxdur ki, alın burada yiyin, daha dadlı. O məqamlarda mən Eladan yox... Bizə deyin, biz eşidəcəyik, Elada xanım. O məqamlarda mən Eladan yox, ən çox özümü düşünürəm. Çünki insan birinci növbədə öz-özünü aldadır. Nə qədər olmasa, iştahat iş altındadır. Yox, aydın məsələ, əlbəttə ki. Görürsən, nə bilim, fikir verirsən, adamın diqqətini cəlb edir, həm də
dadlı bir şeydir. Olub, əlbəttə ki, olub. Bunu eşitmək Və istəyirdim. olmalıdır. Elə də xam, xəbərimiz Və olsun. olmalıdır. Hər bir kişinin yəni belə bir kiçik sirri olmalıdır ki, yəni insan hərdən özünü xoşbəxt hiss eləməlidir. Hərdən özünü xoşbəxt. Kişinin də xoşbəxt eləyən narazının mədəsidir. Mədəsi. Ona görə də bizim elə qidalanma ilə bağlı bir sujetimiz var. Baxaq, qaydacağıq. Düzgün qida rejimi fiziki keyfiyyətlərə müsbət təsir edir. İdmançını uğura aparan ən başlıca amillərdən biri də düzgün tərtib olunmuş qida planıdır. Məqsədi uğur olan hər bir idmançı bu yolda bütün qüvvəsini səfərbər etməyi bacarmalıdır. Uğurlu idman yolunun isə öz prinsipləri var. Güc və fiziki dözümlülüyün yüksək dinamikada inkişafı üçün idmançının qidalanması ən önəmli mövzulardan biridir. Sözsüz ki, güc tələb edən növlərdə fiziki keyfiyyətləri zəif olan idmançının uğurlu olması mümkün deyil. Yarışların öncəsi və sonrası, xüsusi istirahət günlərində, aktiv və pasiv idman dönəmlərində, eləcə də məqsədindən asılı olaraq qida rasionları bir-birindən fərqlənir. Hər bir idmançıya fərdi formada, fiziki özəllikləri və yaşam tərzinə uyğun pəhriz proqramı tərtib olunmalıdır. Gündəlik qidaların qəbulu ilə yanaşı, zəruri olan idman qida əlavələrindən də istifadə edilməlidir. Qidanın öz tərkibi dəyişkən olur idmançılarda və bir də o nəzərə almaq lazımdır ki, idmançıların qidasında mütləq əlavə olaraq proteinlər və qida əlavələri daxil edilir. Çünki bildiyimiz kimi idmançılar üçün əzələ kütləsinin toplanması, glikogen ehtiyatının artırılması çox vacibdir və bunu adi şəraitdə yalnız qida ilə almaq qeyri-mümkündür. Düzgün formada qidalanma və qazanılan enerjinin fiziki hazırlıqlara sərf olunması uyğun və planlı şəkildə reallaşdırılır. İdmançı üçün vitamin deposunun yetərli səviyyədə olması bərpa prosesinə də bilavasitə təsir göstərir. Buna görə də qida rasionunda meyvə və tərəvəz məhsullarının qəbulu xüsusi qeyd edilməlidir. Adətən idmançılarda bərpa prosesləri ləngiyir. Bununla yanaşı atletik göstəricilərdə geriləmə halları meydana çıxır. Səbəbi isə bədənin su balansının normadan aşağı olmasıdır. Ümumilikdə aktiv idmançının həyat tərzinin tələb və şərtləri adi insanlarda olduğundan fərqlidir. Ona görə idmançının qida rejimindən danışanda ümumiyyətlə onun həyat rejimini önə çıxardırıq. Onun düzgün yuxusudur, onun su rejimidir, stres faktorlardan uzaq olması və sonra qidasının neçə dəfə və hansı tərkibdə tərtib olunmasıdır. Bir sözlə, pis vərdişlərdən yayınmaq, düzgün yuxu rejimi, kifayət qədər su qəbulu, tam şəkildə məşqlərə köklənmək və sağlam qidalanma idmançının zəfər pillələri. İzlədik. Efir rejissorlarımız bizə biraz əziyyət verdi. Səhər-səhər bizi belə qidaları göstərdilər. Elada xanım, mən nə soruşmaq istəyərdim sizdən? Belə idman səhərində də tamaşaçıları izləyir. Bəlkə bizim üçün maraqlı bir yüngül, hər kəsin qidalana biləcəyi bir resept, kokteyl, smuzi, nəsə bir şey deyəsiniz bəlkə bizə? Resept. Ən çox istifadə elədiyiniz. Sizin mətbəxdə olan qidalarda, məsələn, qidalarda nə var? Ən asanlı deyəsiniz bəlkə. 2-3 ingredient. Meyvəli yoxsa tərəvəzli? Olsun meyvəli və yaxud tərəvəzli. Buyurun, seçim sizin. Tərəvəzli, məsələn, kahı, yəni siz hal-hazırda işdə olduğunuz üçün ton balıqlarından, düzdür, onu da rəva bilmirəm, qablaşdırılmış nə isə, amma yəni bir gün olar. Ton balığı, kahı, yəni göyərtilər qata bilərsiniz, sonra xiyar qata bilərsiniz, pomidor qata bilərsiniz. Yəni, mən burada qeyd edirəm. Bu qidalar zövqə görədir. Yəni, kim nə xoşlayır. Ona görə də insan elə qidalanmalıdır ki, bezdirici olmasın. Dadlı və sərfəli qidalardan yemək lazımdır. Məsələn, xanımlar gəlir, əlində bu boyda kağız, diyetoloqlar elə oraya yazıblar ki, adam baxanda həqiqətən mən özüm istəyirəm ki, çıxam gedəm zaldan, yəni həvəs ölür. Yəni orada elə bir şey yoxdur. Yəni insan eyni qidalar da yeyir, eyni qidalar da. Sadəcə olaraq yenə deyirəm, lazımsız yağ, əsas xanımlar nəyə fikir verməlidir? Lazımsız yağları çıxartmalıdır, ağartı məhsulları, yəni xəmir xörəklərindən gedir, kökəldici, ən çox kökəldən şeylər, qidalar, bunları çıxartmalıdır. Bir də qızardılmış, yəni qızardılmış, bir də yəni çöldə olan, satılan qidalar, onlardan, bəli, onlardan uzaq durmalıdırlar. Çünki orada qalmış yağlardan dəfələrlə istifadə olunur. O da hansısa bir xəstəliyin ilk növbədə səbəbinə gətirib çıxardır.
qədər. Çox sağ olun. Mən özüm də qeyd apardım. Orxan, sonra sənə də verərəm. Açığı mənə ehtiyac yoxdur. Minnətdaram Elada xanım. Sahib müəllim, istəyərdim ki, bax, zala indi baxırlar da indi efirdən sizə. Adamlar var, insanlar, xüsusilə gənclər istəyirlər ki, tez bir getsinlər zala məşq eləməyə və tez bir zamanda da əzəllər şişsin. Necə eləməyə lazımdır, nə qədər müddət lazımdır əzəllərin özünə gəlməyi üçün bir məşqçi kimi, həm də siz zallarda tələbələri hazırlaşdırırsınız. Nə məsləhət verərdiniz həmin o gənclərə? Buyurun. İlk növbədə insanda disiplin olmalıdır. Nizam-intizam. Bəli, nizam-intizam olmalıdır. Məqsəd yönlülük olmalıdır. Sənin əslində müddət düşünməməlisən. Sən əslində özünü artıq beynində təsəvvür eləməlisən. Sən hansı bir formaya malik olmaq istəyirsən, hansı bir formaya nail olmaq istəyirsən ümumiyyətlə? Nə istəyirsən, bəli. Bu idman növündə. İnsan var, gəlir, deyir, mən mənim kimi olaram. Mən deyirəm, sən mənim kimi yox. Sən özün kimi ol. Sadəcə özünü görmək istədiyin bir şəklə gətir, çıxardı özünü. Məşqivə gəl, idmanlığınla məşğul ol günən, artıq pis vərdişlərdən uzaq ol günən, düzgün qidalan. Mən sənə dediyim qidalardan artığını yemə, mən sənə dediyim idmandan artığını eləmə. Hər bir şeyin həyatda artığı zərərdir insan üçün. İstər qidanın, istər idmanın, istər yuxunun, istər sevincin, istər kədərin, hər bir şey. Bəli, bəli, ataların çox gözəl artıqlamaq başlayaraq. Yəni ki, qidalanmağa neçə vaxt ərzində o artıq insanın individuallığına baxır, insanın metabolizmasına baxır, insanın artıq bir 10 gündən sonra mən artıq analiz eləyə bilərəm ki, bu insan hansı bir genetikaya sahibdir və hansı müddətdən sonra bunun əzələlərində artım olacaq və yaxud da olmayacaq və yaxud da hansı qida əlavələri əlavə eləmək lazımdır və yaxud da normal gündəlik qidalanmağını korrekt eləmək, yəni ki, qaydasına, səhmana salmaq lazımdır, hansı saatlarda yemək olar, hansı yeməkdən sonra su içmək olar, olmaz, məsəl üçün. Minnətdaram, çox sağ olun, səhər-səhər gəldiniz, suallarımızı cavablandırdınız. Uğurlar arzulayıram. Dəvətinizə görə. Noyabrdakı yarışda da. İdman Səhər ailəsinə dərin təşəkkürümü bildirirəm dəvətinizə görə. Çox sağ olun. Çox sağ olun. Bax belə, hörmətli tamaşaçılar, ikinci hissədə xoş gördük hər birinizi. Biz idman xəbərlərlə davam eləmək istəyirik. Davam eləyək. Serbiyanın İdman naziri Zoran Qayiş açıqlama verilibdir jurnalistlərə və bildirib ki, Azərbaycan 11 il ərzində, yəni Zoran Qayiş 2011-2012-ci illərdə və 2015-ci illərdə Bakının Rabitə və Telekom voleybol klubunun baş məşqçisi olubdur və bildirib ki, 11 il ərzində Azərbaycanda idman çox inkişaf eləyibdir və onu da qeyd edib ki, o burada olan müddətdə gimnastika ilə də bağlı məlumat verib ki, hələ bu Milli Gimnastika arenası yenicə tikilirdi və o arenanın da görüntüsünə çox böyük təəccüblə, maraqla xoşuna gəlib və bunu da qeyd edib və onu da bildirib ki, Serbiya ilə Azərbaycan arasında gənc və yeniyetmələr arasında layihə imzalayıblar və bir il bizim idmançılar Serbiyada olacaq və digər ildə Serbiyanın idmançıları Azərbaycanda çox maraqlı bir yarışlar təşkil edəcəklər. Onu da qeyd edib ki, idman sahəsində əlaqələr çox yüksək səviyyədədir və bir sözlə ölkəmizi, paytaxtımızı tərifləyibdir Zoran Qayiş. Tərifə layiqik. Elədir. Mən futbolla davam eləmək istəyirəm. Çünki futbol Azərbaycan Kubokunda sabah və birisi gün yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. Böyük maraqla gözlənilən maçlardan biri təbii ki, Neftçi Turan Tovuz qarşılaşmasıdır ki, bu arada Turan Tovuz azarkeşlərinə çağırış eləyib. Deyib ki, hörmətli azarkeşlər, bizi gəlin cavab oyunda da dəstəkləyin. Baksel Arenadakı 5A sektorunda sizi gözləyirik. Qeyd edeyim ki, Turan Tovuz ilk oyunda Tovuzda Neftçini 1-0 hesabı ilə məğlub eləyib. Yarın finala, daha doğrusu finala çıxmağa çox şanslıdır. Bunun üçün təbii ki, cavab oyunundan çox şey asılıdır. Görək həmin oyunlar hansı nəticə qeydə alınacaq. Ancaq ilk oyunda Neftçini məğlub edibsə, cavab oyununda da niyə lazım olan vəzifənin öhdəsindən gəlməsin. Bunun üçün təbii ki, hər kəs bilir ki, Turan Tovuz əsas əks hücumlara bel bağlayacaq və həmin o ən azı 1-0 hesablı üstünlüyü sona kimi qoruyub saxlamağa çalışacaq. Digər yarımfinal cütündə isə Qəbələ və Səbail komandaları mübarizə aparırlar final uğrunda, yeganə vəsiqə uğrunda. Bu komandaların Qəbələdə keçirilən ilk oyunu da qeyd edeyim ki, Qəbələnin 3-2 hesablı qələbəsi ilə yekunlaşmışdı. İndi finalda hansı komandaların üzə gələcəyi təbii ki, böyük maraqla gözlənilir. Bir də xatırladım ki, Neftçi Turan Tovuz qarşılaşması deməli ayın 26-sında, Səbail Qəbələ qarşılaşması isə aprelin 27-sində keçiriləcək. Komandalara uğurlar arzulayırıq. Kim güclüdürsə
o da qalib gəlib finala çıxsın. Nəticələri də səndən gözləyəcəyik. Amma hazırda bizim bağlantımız olmalıdır. Görək İbrahim hazırdırmı? İbrahim, sabahınız xeyir olsun. Biz sizi eşidirik. Hazırsınızsa buyurun. Sabahınız xeyir. Salam, sabahınız xeyir. Hər kəsi salamlayıram. Yeni iş həftəsində hər kəsə uğurlar arzu edirəm. Biz isə sizə bu həftə ərzində bədii gimnastikadan halqa ilə olan hərəkətləri göstərəcəyik. Hazırda mən Ocaq Sport klubdayam. Bizə isə həftə ərzində köməklik edəcək Nigar Quliyeva, Ocaq Sportun məşqçisi. Xoş gördük sizi, Nigar xanım. Salam, xoş gördük. Həmçinin bizimlə, yəni Nigar xanımın tələbələri 2 tələbə olacaq. İlk 2 gün isə bizimlə bir yerdə olacaq. Bu gözəl balacamız, balaca da özünü təqdim etsin. Salam, mənim adım Fərə Əhmədzadə, mənim 10 yaşım var. Mən istəyirəm ən qəşəng gimnast olum. İnşallah sənin uğurlar. Nigar xanım, bugünə hansı ilk olaraq, yəni ilk günümüz hansı hərəkətlər? Bugünə biz sizə halqa ilə bəzi hərəkətləri nümayiş etdirmək istəyirik, amma əvvəlcə əlbəttə ki, birinci isinmə hərəkətlərindən başlayaraq, sonra daha da çətinləşdirəcəyik. Başlayaq onda elə vaxt itirmədən. Aha, oldu. Biz hazırladığımız proqramı indi sizə başlayırıq göstərməyə. İsinmə hərəkətlərindən başlayırıq. Buyur Fərə. Nigar xanım, Fərəh isinincə mən istərdim bir şey soruşum sizdən. Yəni bu isinmə hərəkətləri digər idman növlərində olduğu kimidir, yoxsa yəni fərqlidir, yəni gimnastların isinməsi? Əlbəttə ki, dəyişilir. Bəzi isinmə hərəkətləri var ki, bunu bütün idman növlərində idmançılar icra edirlər. Bəzi hərəkətlər də var ki, sırf gimnastikaya aiddir. İndi hazırda gördüyümüz hərəkətlər sırf gimnastikaya aiddir, çünki Fərəh də elə halqa ilə bəzi. Hazırda gördüyümüz isinmə hərəkətlərini əlbəttə ki, halqasız da icra etmək olar. Sadəcə bizim proqramımız bugün öyrəşmək deyə, bəli, uşağın əli alətə daha yaxşı öyrəşsin deyə biz isinmə hərəkətini halqa ilə verdik. Bu isinmə hərəkətlərinin içində bəzi hərəkətlər olacaq ki, bunu sırf gimnastlar icra edə bilir. İndi o hərəkətlərə çatanda mən sizə söyləyəcəm. Aha, ilk hərəkətimizə keçək, çünki vaxtımız azdır. Məsələn, bu hərəkəti əlbəttə ki, önə, yana, bütün idmançılar edə bilər, amma arxaya most hərəkətini adətən daha çox gimnastlar edə bilir. Çünki gimnastların bel əzələləri və sümükləri digər idmançılara nisbətən daha yumuşaq olur. Əlbəttə ki, bu hərəkət tam most sayılmır, most əllər tam yerdə olmalıdır. Amma bu da yenə də ilkin isinmə hərəkətidir. Nigar xanım, halqa ilə yəqin ki, most hərəkəti, yəni arxaya doğru göstərişlər olur yarış zamanı, yoxsa? Əlbəttə olur. Bəzi hərəkətlər, alət çətinlikləri, bəzi elementlər var ki, bunlarda mostdan istifadə olunur. Daha doğrusu körpü hərəkəti. Körpü hərəkəti. Bu hərəkət sayəsilə gimnastın barmaqları daha çox bərkiyir, pəncə hissəsi. Çünki gimnastlarda çox önəmlidir. Gimnastın quruluşu, bədən quruluşu hər zaman düz, barmaqları hər zaman dartılı vəziyyətdə olmalıdır. Bunun üçün də isinmədə biz adətən pəncədən çox istifadə edirik. Belə deyim də, Nigar xanım, ümumiyyətlə yəni bədii gimnastika ilə məşğul olan uşaqlar, fərq etmir böyüklər, yəni kimsə ki, övladın yazdırmaq istəsə əgər, ilk olaraq müəyyən bir periodda isinmə hərəkətləri, yəni öyrədiləndə bunlarla başlanılır, düzdürmü? Bəli. Bəzi isinmə hərəkətləri var ki, yaş kateqoriyalarına görə ayrılır. Bəzi hərəkətlər var ki, onları 3-4 yaşlı uşaqlara elətdirmək olmaz. Bu, onlar üçün daha çox zərərli olur. Amma yaş artdıqdan sonra əlbəttə ki, onlar bu isinmə hərəkətlərini edə bilərlər. Yəni, hansı yaşda, hansı yaş aralığı? Biz gimnastları 4 yaşından qəbul edirik. Təbii ki, o 4 yaşından sadəcə öyrəşir həm zala, həm uşaqlara, həm mühitə, həm bu idman növünə. Çünki bildiyiniz kimi bədii gimnastika bir az çətin idman növüdür.
4 yaşından qəbul edirik. 4 yaş ən ideal yaşdır ki, bədən quruluşu bu idman növünə görə formalaşsın. Bəs Nigar xanım, hansı yaş aralığında artıq qəbul etmirsiniz? Çünki yəqin ki, bizi izləyən valideynlər ola bilər ki, istəyər övladının, məsəl üçün evladının 14 yaşı var və yaxud 12 yaşı var, istəyir ki, övladın gimnastikaya yazdırsın. Yəni, mümkündürmü elə? Əgər uşaq gimnastika ilə heç məşğul olmayıbsa, əlbəttə ki 12 və 14 yaş professional gimnastika ilə məşğul olmaq üçün yetərincə gecdir. Yəni artıq o uşağın sümükləri özünə görə inkişaf edib və bərkiyib, o mümkün deyil ki, professional gimnastika ilə məşğul olsun. Yəni professional olmasa belə, amma yəni gəlib özü üçün qəbul olunur. Yəni maksimum limit neçəyə qədərdir qəbul? Yoxsa limit yoxdur? Yox, limit var. Əlbəttə ki, artıq 7 yaşından, 8 yaşından sonra professional gimnastika üçün sıfırdan başlayan qızları qəbul etmək olmur, çünki artıq çox çətin olur. Professional olmasa əgər? Professional olmasa əlbəttə ki, hər yaşda, hətta 40 yaşından sonra 50 yaşından gəlib məşğul ola bilər. Gimnastika etmək olar, bəli. Ancaq xeyrini görmək olar. Bu şpaqat hərəkətidir. Əlbəttə ki, bunu bir çox idman növlərində idmançılar icra edə bilir, amma əlbəttə ki, hamısı yox. Daha çox gimnastlarda yaxşı alınır bu hərəkət. Şpaqat ilə biz bu hərəkətlə həm ayaq sümüklərimizi daha açılmasına kömək edirik, həm də görürsünüz belini, bel hərəkət, bəli. Bel sümükləri və əzələlərini daha tez yumuşaldır. Hazırda balaca gimnastımız fərəh hərəkətləri göstərir. Nigar xanım, bizə ayrılan vaxt burada sona çatır. Bu günlük təbii ki, lakin izləyicilərimizin diqqətinə çatdırım ki, biz həftə ərzində az öncə də vurguladığım kimi hər gün eyni vaxtda, eyni saatda bədii gimnastikadan halqa ilə hərəkətləri, azacıq da olsa bəzi hərəkətləri sizə vaxt çatdığı qədər göstərəcəyik. Bu gün isə sizə təşəkkürümü bildirirəm. Mən təşəkkürümü bildirirəm. Bəli, bizdən bu qədər. Sözü sizə ötürürəm. Çox sağ olun İbrahim. Xatırladaq ki, bizimlə canlı bağlantıda həmkarımız İbrahim Məmmədov idi və gimnastika dərsləri ilə bağlı məlumat verdi. Çox sağ ol deyirik, faydalandıq. Biz minnətdarıq İbrahim, çox sağ ol hər şeyə görə. Belə, hörmətli tamaşaçılar, gəldik, çıxdıq buraxılışımızın sonuna. Buraxılışımızın sonuna gəldik, çatdıq, amma estafeti ötürürük. Həmkarımız Könüllə Nurlana, sabah onlar əvəz edəcək bizi və İdman Səhər ailəsi bugün də sizin üçün çalışdı. Hər birinizə gözəlliklərlə dolu bir gün arzulayırıq. Biz gedirik, amma İdman TV-dən ayrılmırsınız. Sabahınız xeyir, hələlik deyirik. Hələlik.